0,2 mol alkinin 1600 qram X faizli bromlu suyu rəngsləşdirməsi nəticəsində hibrid orbitalların sayı 25% artır. Alkinin kimya formulunu yazın, X hesablayın. Alkinin bromlu suyu rəngsləşdirməsi reaksiyasını yazsaq, CnH2n-2 plus 2 brom 2 alınır CnH2n-2 brom 4. Demək, bu reaksiya üzrə alkin 1 mol, daxil olan brom 320 qramdır. Məsələdə verilən 0,2 mol X qramla daxil olar. Buradan X-ə tapırıq 64 qram. Demək, bu 1600-ün X faizi 64 eləməlidir. Onda buradan X-ə də biz tapasıyıq 4%. İndi hibrid orbitalların sayının 25% artmasına baxaq. Alkinlərdə rabitələrdən bir dənəsi 3 qat rabitə olur. Digərləri tək qatdır. 3 qat rabitədə hibridləşmə sp, tək qat rabitələrdə hibridləşmə sp3 olur. Cəmi neçə karbonu var bilmirəm. Bromlu suyu rəngsləşdirdikdən sonra 3 qat rabitələr artıq tək qat rabitəyə keçmiş olacaq. Hibridləşməsi sp3 olmuş olacaq. Digər karbonlarda əslində dəyişiklik olmur. Onlar sp3 kimi qalır. 1s, 2p, burada 2 hibrid elektron buludu olmuş olacaq. Bura qeyd edirəm 2, bura 2. Burada sp3 olduqda artıq olacaq 4, 4. Digər karbonlarda ümumilikdə nə qədər var bilmirəm, amma bromlu suda dəyişmə olmur. Hər ikisini eyni Y işarə edeyim. Deməli, əvvəl hibrid elektron buludlarının sayı 4 plus Y, sonra isə 8 plus Y olacaq. Məsələdə 25% artma qeyd olunub. Yəni, əvvəlki 4 plus Y-in üzərinə bu 4 plus Y-in 25%-ni, yəni 4-dən birini əlavə eləyəndə 8 plus Y olmuş olacaq. 4 plus Y plus 1 plus 4-də 1 Y bərabərdir 8 plus Y. Buradan Y-lər islah olunur. 5 plus 4-də 1 Y 8-dirsə, onda 4-də 1 Y bərabərdir 3, Y-də olacaq 12. Deməli, bizdə bu hissədə olan hibrid orbitalların sayı 12 oldu. sp3-də 4 hibrid elektron buludu olur. Deməli, 4, 4. Növbəti bir 4 də olmalı. Deməli, burada 1, 2, 3 karbon olduğunda 12 hibrid eləyir. 3 karbon bu hissədə, 2 karbon da bu. Deməli, yekunda alkinin 5 karbonu olmuş olacaq. Yəni, ümumi formul olmuş olacaq C5H8.